Azərbaycan Dövlət Proqramı çərçivəsində həyata keçirilən mühüm məsələlərdən biri də elmi təşkilat və müəssisələrin fəaliyyətinin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yenidən qurulmasıdır. Bu məqsədlə lazımi tədbirlər həyata keçirilir. İnformasiya cəmiyyətinin bir segmenti kimi elmi informasiya fəzasının yaradılması, aparılan elmi tədqiqat proseslərinin kompüterləşdirilməsi və sürətli internet şəbəkəsinə çıxışın təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin sözlərinə görə, bugün akademiya nəzdindəki bütün elmi qurumlarda informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. 2000-ə yaxın kompüter vasitəsilə geniş şəbəkə infrastrukturu yaradılaraq internetə qoşulub, institutların veb-saytları yaradılıb. Azərbaycan alimlərinin Avropa Nüvə Tədqiqatları Mərkəzinin apardığı tədqiqatlarda virtual iştirakını təmin etmək məqsədi ilə Fizika İnstitutunda Milli Superkompüter Mərkəzi yaradılır. NATO-nun təşəbbüsü ilə 2003-cü ildən həyata keçirilən İpək Yolu layihəsi çərçivəsində institutun nəzdində Tədris İnnovasiya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz vasitəsilə biz hər il 1500-dən artıq aspirant və dissertantan Avropa səviyyəsində, Avropa standartlarına cavab verən informatika kurslarını tədris edirik, onların internetə çıxışını təmin edirik və bu informasiya cəmiyyəti ideyalarına irəli gələn o müvafiq bilikləri, lazımi bilikləri biz gənc alimlərə tədris edirik. Hazırda Elektron Azərbaycan Dövlət Proqramının mühüm tərkib hissəsi kimi elektron elm proqramının layihəsi üzərində iş aparılır. Dövlət başçısının Azərbaycan elmində islahatların aparılması ilə bağlı müvafiq sərəncamı da bu işin vacibliyini bir daha artırır. Bu proqram təkcə Milli Elmlər Akademiyası institutlarının deyil, həmçinin ölkədəki bütün elmi qurumlarda informasiya texnologiyalarının tətbiqinə, vahid onlayn elmi infrastrukturunun formalaşdırılmasına imkan verəcək. İlham Zeynallı, Oqtay Quliyev, Xəbərlər. Azərbaycan Türkiyə tarixi